Dəniz nədir? Duzlu bir su və qum. Soyuq və qaranlıq dünya. Balıqların özünə ruzə əldə eləməsi üçün kim bu qabiliyyəti onlara vermişdi? Bütün bunların təsadüfən yaranması mümkündürmü? Balıqlar qəlsəmələr vasitəsilə tənəffüs edir. Balıq ağzını açarkən qəlsəmə qapağı açılır. Bu zaman burada təzyiq aşağı düşdüyünə görə su bu boşluğa daxil olur. Nəfəs vermə zamanı isə balıq ağzını bağlı saxladığı üçün su digər tərəfdən bayıra itələnir. Qəlsəmə qövsündə çoxlu arakəsmələr var. Bunların divarı xırda kapilyar damarlarla örtülüb. Qazlar mübadiləsi burada baş tutur. Burada su və qan bir-birinə əks istiqamətdə hərəkət edirlər. Bu prinsip xüsusi olaraq düşünülmüşdür. Su və qan toqquşduqları zaman hər biri özündə az miqdarda olan maddəni digərindən alır. Tərkibində oksigen az olan qan suda artıq miqdarda olan oksigeni özünə çəkir. Suyun tərkibində karbon qazı az olduğuna görə o da öz növbəsində miqdarı düzəltmək məqsədi ilə karbon qazını qanın tərkibindən özünə çəkir. Nəticədə hər iki mexanizm balığın qanının karbon qazını verib oksigenlə zənginləşməsinə xidmət edir. Balığın üzməsini təmin edən onun onurğasının və əzələlərinin özünə məxsus quruluşudur. Onurğa balığın bədəninin müvazinətini təmin edir. Balığın əzələləri onurğaya bitişmiş vəziyyətdədir. Düşünün, belə olmasaydı balıqlar necə hərəkət edərdilər? Ancaq balıq suda tək irəliyə doğru yox, həm də yuxarı aşağı hərəkət edir. Bəs bunu o necə bacarır? Bunun üçün balığın bədənində xüsusi sistem yerləşdirilib. Onun bədənində hava kisələri var. Balıq bu kisələri hava ilə dolduraraq suyun səthinə qalxır. Kisədəki havanı boşaltdıqda isə suyun dərinliyinə inə bilir. Heyrətamizdir, deyilmi? Suda biraz artıq müddət qaldıqda əlimizin dərisinin nə vəziyyətə gəldiyini yəqin ki, hamınız bilirsiniz. Bəs heç düşünmüsünüzmü? Necə olur ki, daim suda olmaqlarına baxmayaraq, balığın bədəni bundan zərər görmür? Çünki balıqların dərisinin üst təbəqəsi suyun daxilə nüfuz etməməsi üçün xüsusi olaraq yaradılıb. Bütün dənizdə yaşayan canlılar eyni prinsiplə sudan qorunurlar. Böyük ağ akula ən böyük ovçu balıqdır. Uzunluğu 7 metr, ağırlığı 2 tondur. Bədənlərinin çox iri olmasına baxmayaraq, sürəti saatda 55 kilometrə çatır. Bu qədər böyük sürətə və bu qədər ağırlığa baxmayaraq suda hərəkət edərkən çox çevikdilər. 300 ədəd iti dişləri var. Bunların köməyi ilə ovlarını parçalaya bilirlər. Mavi balina. Mavi balinanın yeni doğulmuş körpələri gündə 90 kiloqram çəki artırırlar. Yetişkin balinanın çəkisi 200 ton, uzunluğu isə 24 metr olur. Suda bu qədər fərqli böyüklükdə və fərqli ağırlıqda heyvan yaşayır. Amma hər birinin bədəninin işləmə mexanizmi eynidir. Bu qaranlıq dünyada bu qədər rəngarənglik təsadüfənmi yaranıb?